Suraxanı rayonunda Sənə zəfər yaraşır Azərbaycan adlı zəfərimizin 5-ci il dönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir. 3 noyabr 2025-ci il tarixdə Cihan Event Halda Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatı və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təqdim etdiyi 2025-ci il Konstitusiya və Suverenlik ili çərçivəsində Sənə zəfər yaraşır Azərbaycan adlı zəfərimizin 5-ci il dönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Sevinç Fətəliyeva, Ceyhun Məmmədov, Qaya Məmmədov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yerli tədbirlərin təşkili şöbəsinin rəhbəri Nərminə xanım Qafarlı, Vətən müharibəsi qəhrəmanı cənab Zaur Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO-nun Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü, art terapist Mehriban xanım Alışova, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri, qazilər, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Öncə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqları salamlayaraq dedi ki, 27 sentyabr tarixində 2-ci Qarabağ müharibəsi, Vətən müharibəsi, Dəmir Yumruq əməliyyatı adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu və 8 noyabrda mütləq qələbə ilə başa çatdı. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı. Suraxanı rayon icra hakimiyyətinin başçısı cənab Adil Əliyev çıxış edərək qeyd etmişdir ki, 8 noyabr təkcə Qarabağda deyil, bütün sahələrdə ölkəmizin zəfərinin günüdür. Çünki 2-ci Qarabağ müharibəsində xalqımızın yeganə amalı Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşmək və düşmən üzərində tam qələbə qazanmaq idi və məhz belə də oldu. Ömür boyu birgə yaşayışın, tolerantlığın, multikulturalizmin ünvanı olan Azərbaycanda yaşayan, dilindən, dinindən, etnik kimliyindən asılı olmayaraq bütün xalqların nümayəndələri çiyin-çiyinə döyüş meydanına atıldılar. Xalqımız igidlərimizi birlikdə döyüşlərə yola salıb, onları zəfərlə qarşıladı. Şəhid ailələrinin yalnız qələbə demələri hərbiçilərimizi ruhlandırdı və arxasında xalqın dəstəyini hiss edən qəhrəman hərbiçilərimiz misilsiz şücaətlər göstərdilər. Çıxış edən Milli Məclisin deputatları Sevinç Fətəliyeva, Ceyhun Məmmədov və Qaya Məmmədov da öz növbələrində Azərbaycan xalqının şanlı zəfərinə toxunaraq bildirdilər ki, 8 noyabr 2020-ci ildə Azərbaycan tarixində ən böyük hadisələrdən biri yaşandı. Döyüş meydanında ağır məğlubiyyata uğrayan Ermənistanın daha ağır fəlakətdən yeganə çıxış yolu kapitulyasiya aktını imzalamaqdan keçirdi və düşmən bu sənədi imzalamaqla uduzduğunu qəbul etdi. Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü, art terapist Mehriban Alışova, Vətən müharibəsi şəhidi, tank bölüyünün komandiri Baş Leytenant Elvin Əlimovun anası, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəal üzvü, 280 nömrəli tam orta məktəbin müəllimi İradə Əlimova çıxış edərək dedilər ki, əsas məsələlərdən biri də şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdır. Bizə tarixi qələbəmizi bəxş edən şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə dövlət tərəfindən ən ali diqqət və qayğı göstərilir. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının bir qrup üzvü rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə təltif edilmişdir. Eyni zamanda da şəhid övladlarına Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı tərəfindən hədiyyələr və Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO Beynəlxalq İncəsənət Assosiasiyasının üzvü, art terapist Mehriban Alışova tərəfindən rəsm tabloları hədiyyə edilmişdir. Tədbir mədəniyyət və incəsənət xadimlərinin nümunəvi çıxışları ilə davam etmişdir.